Herkese salam. Bu videoda kino və televiziyanın əsas sütunlarından olan ssenarinin texniki anlamını izah edəcəyik. İlk olaraq daimi izləyicilərimə buradan demək istəyirəm ki, sizin sevdiyiniz tərzdə videolar da kanalda olacaq. Yaxın zamanda sadəcə yeni bir tərz yoxlayıram. Bununla əlaqəli belə videolar keçirilmişəm. Abunəçilikdən çıxmayın, yeni izləyicilərimiz də kanala abunə olaraq bizə dəstək ola bilərsiniz. Ssenari, film, serial, qısa filmlər və teatr əsərləri üçün hazırlanmış, strukturlanmış yazılı plandır. Ssenaridə yalnız hadisələr deyil, həmçinin obrazın davranışları, dialoqlar, məkan dəyişiklikləri, emosional keçidlər və vizual təsvirlər də əks olunur. Texniki olaraq bir ssenari üçün 3 əsas element lazımdır. 1. Səhnə başlıqları, 2. Təsvir bölünməsi, 3. Dialoqlar. Parantez açırıq. 1. Səhnə başlıqları. Səhnə başlıqları hər səhnənin yerini və zamanını göstərir. Məsələn, ev, gecə, sabah. Təsvir bölünməsi, aksiyon description, obrazların nə etdiyini və ətraf mühiti təsvir edir. Bu hissə kamera qarşısında görünəcək hər şeyi izah edir. Dialoqlar. Dialoqlar personajların bir-biri ilə danışdığı mətnlərdir. Hər dialoqdan əvvəl danışanın adı verilir. Ssenari həm rejissor üçün vizual xəritə, həm də aktyorlar, montajçılar və texniki heyət üçün bir plandır. Sizcə görsək, ssenari filmin beyni sayılır, amma ən önəmlidirmi? Xeyr, çünki film sahəsində hər şey ən önəmli deyil, hamısının birləşməsi vacib detallardan biridir. Bu video bu qədər olacaq, qısa olacaq. Növbəti video üçün videoya like atıb, yorum buraxıb kanala abunə olmağı unutmayın. Film sahəsində və bir film üçün lazım olan hər şeyi bu seridə sizə izah edəcəm tək-tək. İzləmədə qalın. Sağ olun, salamat qalın.